курса средней школы. 2011-2012 yılı mezun sınıfları. Выпускные классы 2011-2012 года. 11А, 11А. 11Б, 11Б. 11C, 11C. 11D, 11D. 11Y. Bugünkü tədbirimizdə iştirak edirlər. Сегодня на нашем празднике присутствует Bakı Şəhərli Təhsil İdarəsinin nümayəndəsi Elşad müəllim. sayılı polis bölməsinin yeniyetmələr üzrə nümayəndəsi Elmar müəllim. İcazə verin tədbirimizi açıq elan edək. Разрешите считать наш праздник открытым. Məktəb diqqət! Azərbaycan dövlət bayrağını qaldırmaq üçün 11A sinif şagirdi Mamaliyeva Züleyxa, 11B sinif şagirdi Orucova Mətanət, 11C sinif şagirdi Qaziyeva Aydə, 11Y sinif şagirdi Mahmudova Nəzrin tribunaya dəvət olunurlar. Школа, внимание! Не подняться флаг Азербайджанской Республики, на трибуну приглашаются ученики 11 класса Мамалиева Зулейха, Оруджова Метанет, Махмудова Назрин и Газева Аида. Qoyursuz qədəm. Qoy bu yol sizin üçün uğurlu olsun. Vətənə xidmətdə bir örnək olsun. Пусть годы отчаянно мчатся, и дерзко, как воды стремительных рек, но пристанью детства останется школа навек. Təbrik üçün söz verilir məktəbimizin direktoru Hüseynova Fərəh xanıma. Слово предоставляется директору школы Hüseynovой Fərəh xanım. Əziz 11'lər, əziz valideynlər, əziz müəllimlər, bir gün bizim hamımızın həyatında elə bir uzun bir marafonun müəyyən hissəsinə gəlib çatdıq, onu başa vurduk. Məktəb həyatını bizim 11'lər bitirdilər. Bu çətin il idi, çox
uşaqlarımız da çox zəhmət çəkirdilər, müəllimlərimiz də, bilirəm valideynlərimiz də. Hər halda bu gün gəlib yetişdi. Mən sizin hər birinizi təbrik edirəm. Uğurlar arzu edirəm. Sizlərdən xoş xəbərlər gözləyirik. Sizin gələcəkdə yolunuz açıq, uğurlu olsun. Vətənə layiq, torpağa layiq, Azərbaycana layiq vətəndaşlar olasınız. Başınızı hər an bizim də, valideynlərin də başını uca edəsiniz və hər zaman yolunuz açıq olsun. Uğurlar olsun hər birinizə. Söz verilir. Bakı Şəhər Təhsil İdarəsinin nümayəndəsi Elşad müəllimə. Слово предоставляется Эльшад müəllimə. Əziz məzunlar, hörmətli müəllimlər, valideynlər, sizin hamınızı bugünkü gün münasibətilə Bakı Şəhər Təhsil İdarəsinin rəhbərliyi adından salamlayıram. Sizə gələcək illərinizdə, məsuliyyətli günlərinizdə uğurlar və nailiyyətlər arzu edirəm. Son dövrlər Azərbaycan təhsilinin inkişafında aparılan işlər, görülən işlər hamısı sizin gözünüzün önündədir. 141 nömrəli məktəbin bir neçə il bundan qabaqki görünüşü və indiki vəziyyəti tam sizə aydın göstərir ki, Azərbaycanda təhsilin inkişafına böyük diqqət və qayğı göstərir. Bu qayğı və diqqətə görə biz Azərbaycan Respublikasının rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk. Bu diqqət və qayğı bizim üzərimizdə də çox məsuliyyətli bir vəzifə qoyur. Əsas vəzifələrdən biri ondan ibarətdir ki, məktəbin hər il bitirən məzunlar öz təhsil uğurları ilə təhsilimizin inkişafında böyük iş görülməli, rol oynamalıdırlar. Sizin qarşınızda ayın ikisində birinci buraxılış imtihanı gəlir. Mən həmin imtihanlarda sizə uğurlar arzu edirəm. Eyni zamanda növbəti mərhələ isə ali məktəblərə, orta ixtisas məktəblərinə, digər təhsil məsələlərinə qəbul imtihanlara başlayır. O sahalarda da, o illərdə də, o günlərdə də sizə uğurlar arzu edirəm. Və arzu edirəm ki, siz işinizdən, vəzifənizdən, təhsildən asılı olmayaraq həmişə 141 nömrəli məktəbin başını uca tutub valideynlərinizi sevindirəsiniz. Sizə məsuliyyətli işinizdə uğurlar arzu edirəm. Sağ olun. Əldə qələm tutmaq. Əldə qələm tutmağı bizə sən öyrətmirsən. Vətən, ana sözü yazmağı bizə sən öyrətmirsən. Первая учительница наша, как мы благодарны вам за все, и за строчки первые в тетради, и за материнское тепло. Təbrik üçün söz verilir 11-lərin ilk sinif rəhbərləri adından Qasımova Vüsalə müəlliməyə, Svetlana müəlliməyə. От имени первых учителей слово предоставляется Гасымовой Высале хану и Светлане Равильевне. И еще раз поздравляю вас всех. Вы теперь по жизни будете страдать сами. И поэтому наберитесь сил и...
11-cilər. Bugün məktəb həyatında olan bayramların ən gözəlidir. Bu bayram bizə həm sevinç, həm də kədər gətirir. Biz sevinirik ona görə ki, sizi müstəqil həyata yola salırıq. Kədərlənirik ona görə ki, sizinlə ayrılırıq. Lakin biz bilirik ki, siz həmişə bizim məktəbin üzünü ağ edəcəksiniz. Çünki belə bir gözəl məktəbdə oxumaq hər kəsə müyəssər olmur. Mən arzu edirəm ki, arzularınıza çatasınız, ali məktəbə daxil olasınız və həmişə sizin xoş soraqlarınız biz müəllimləri sevindirsin. Sağ olun, əlvida. Дорогие выпускники, дорогие 11-классники, не забывайте никогда тех дней, которые вы провели в стенах нашей школы. Не забывайте своих учителей. Bayramın havasını tek biz yok, müəllimlərimiz də yanaşır. Həyəcan sizi keçirən valideynlərimiz də duymamış olmalıdır. Valideynlər adından danışmaq üçün söz verilir Mahmudova Bahar xanıma. От имени родителей слово предоставляется Махмудовой Бахар Хановой. Əvvəla mən 11-ciləri məktəbi qurtarmaları münasibətilə ürəkdən təbrik edirəm. Onların valideynlərinə göz aydınlığı verirəm. Belə gözəl, təmirli, elektron məktəbdə uşaqlarımızın, övladlarımızın təhsil almasına görə məktəbin rəhbərliyinə, başda Fərəh müəllimə olmaqla Minayə müəlliməyə, Aygün müəlliməyə, məktəbin bütün müəllim heyətinə dərin minnətdarlığımızı bildirirəm. Bütün valideynlər adından və onlara işlərində bol-bol uğurlar, müvəffəqiyyətlər arzu edirəm. Əziz 11-cilər, sizə bir daha uğurlar, səsiniz ucalardan gəlsin, Ulu Tanrı'nın üstünüzdə olsun. Allah qorusun, Allah niyyətinizi versin. İndi isə 11-ci sinif şagirdi Kəlbiyeva Lətifəm məktəbə əla qiymətlərlə bitirdiyinə görə məktəbimizin rəmzi olan mənşəli Zeynalova Leylaya təqdim etsin. А сейчас для передачи символического факела знаний приглашается ученица 11 Д класса Кельбиева Лятифем, окончившая школу с отличными оценками. Факел передается ученице 9 класса Зейналовой Лейле. Sizə dərslərinizi yaxşı oxumağı, müəllimlərinizə hörmət etməyi, məktəbimizin ənənələrini davam etdirməyi və xalqımızın dahi oğlu Heydər Əliyevin göstərdiyi yol ilə getməyi arzulayırıq. Bilik rəmzi olan bu məşəli hər zaman ucalıqlara qaldırın. Qoy bu məşəl sizin Azərbaycan xalqının parlaq gələcəyə aparan yolunuzu daim aşıqlandırsın. Bilik mənşəlini alarkən biz onu uca tutmağa, vətən naminə xidmət etməyə və onun çiçəklənməsi naminə qüvvələrimizi əsirgəməməyə təntənəli and içirik. Yaxşı oxumağa, müəllimlərə hörmət etməyə, məktəbin ənənələrini davam etdirməyə and içirik.
aşağıda da. Bu bəsləməsini yaşarız. Elə sıxmadı, adam üçün isə. Adam üçün.